Bismillahirrahmanirrahim və bihi nəstə'in innehu xeyru nasirin və mu'in. Salamlayıram bir daha əziz və hörmətli izləyiciləri. Bir daha İmam Rıza əleyhissalamın mübarək mövludu münasibəti ilə hər birinizi təbrik edirəm. Keçən çıxışımızda biz ziyarətin fəlsəfəsi, ziyarətin mənası barədə danışdıq. Bugünkü verilişdə xüsusilə İmam Rıza əleyhissalamın ziyarəti barədə danışmaq istəyirik. İmam Rıza əleyhissalamın ziyarətini bir çoxları görüb, Allah görməyənlərə nəsib eləsin və o Həzrətin mübarək hərəmi mənəviyyatla dolu bir məkandır. İnsanın qəmi, qüssəsini aradan aparan bir məkandır. Onun yerləşdiyi hərəmi və onun ziyarətinin çoxsaylı faydaları var. Peyğəmbər Əkrəmlə nəql olunan bir hədisdə o Həzrət belə buyurur ki, mənim övladlarımdan və cismimin bir parçasından biri Xorasanda dəfn olunacaqdır. Hər qəmli insan onu ziyarət eləsə, Allah Taala həmin şəxsin qəm-qüssəsini aradan aparacaq. Və hər bir günahkar insan onu ziyarət eləsə, onun ziyarətinə tələssə, Allah Taala onun günahlarını bağışlayar. Hələ Peyğəmbər Əkrəm salavatullahi və salamuhu aleyh İmam Rıza əleyhissalam dünyaya gəlməzdən öncə bu xəbəri onun barəsində bu qeybi məlumatı vermişdi. Amma İmam Rıza əleyhissalamın ziyarətinin bir neçə dənə faydaları var. Bugün onlar barədə danışmaq istəyirəm. Hətta İmam Rıza əleyhissalamın ziyarəti bəzi hədislərə görə qeyd olunur. İmam Hüseyin əleyhissalamın ziyarətindən də üstündür. Şah Əbdüləzim Həsəni rəhmətullahi aleyh İmam Cavad əleyhissalamdan belə nəql edir. Şah Əbdüləzim Həsəni İmam Həsən əleyhissalamın nəvələrindəndir və hədisdə qeyd olunub ki, hər kəs Şah Əbdüləzimi Rey şəhərində ziyarət eləsə, sanki İmam Hüseyni Kərbəlada ziyarət etmiş kimidir. Bu şəxs, bu qeyd edəcəyimiz hədisin ravisidir. Buyurur ki, İmam Cavad əleyhissalamdan soruşdum ki, Seyyid-i Şühada İmam Hüseyin əleyhissalamın ziyarəti üstündür, yoxsa İmam Rıza əleyhissalamın? Şah Əbdüləzim Həsəni qeyd edir ki, İmam Cavad əleyhissalam bir neçə dəqiqə fikrə getdi və bir neçə müddətdən sonra gözlərindən yaş axdığı halda belə buyurdu ki, İmam Hüseynin zəvvarları, ziyarətçiləri çoxdur, amma atamın ziyarətçiləri azdır. Başqa bir rəvayətdə yenə o Həzrət belə buyurur ki, atamın ziyarəti daha üstündür. Çünki İmam Hüseyin əleyhissalamı bütün insanlar ziyarət eləyirlər. Amma atamı xüsusi şiyələrdən başqa heç kəs ziyarət eləmir. Çünki hər bir firqə İmam Hüseyin əleyhissalamı müxtəlif cəhətlərdən o Həzrətin faciəvi şəhadətinə görə və yaxud vasitəsiz Həzrəti Zəhra salamullah aleyhanın, Peyğəmbərin qızının evladı, Peyğəmbərin nəvəsi olduğu üçün ziyarət eləyirlər. Hətta digər şiə firqələri, o cümlədən Zeydiyyələr, İsmaililər, Vaqifiyyələr və Keysaniyələr də o hədisdə var ki, o Həzrəti ziyarət eləyirlər. Amma yalnız xüsusi şiyələr ki, Həzrətin də imamətini, İmam Rıza əleyhissalamın imamətini qəbul eləyirlər, onlar yalnız İmam Rızanın xüsusi ziyarətçiləridir. Və bu kimi bir neçə səbəbdən İmam Cavad əleyhissalam buyurur ki, onu tanıyaraq ziyarət eləyən, mərifətlə ziyarət eləməyin savabı daha çoxdur. Növbəti ikinci
fayda və xüsusiyyət və imtiyaz ki, hədislərdə qeyd olunub, insanın keçmiş və gələcək günahlarının bağışlanmasıdır. İmam Cavad əleyhissalam buyurur ki, hər kəs atamın qəbrini, yəni İmam Rıza əleyhissalamın qəbrini Tusda ziyarət eləsə, keçmiş və gələcək günahları bağışlanar. O hədisin ardınca vurğulanır ki, qiyamət günü Peyğəmbər Əkrəmin minbərinin müqabilində həmin şəxs üçün bir minbər qərar verilər və aramlıqla, asayişlə həmin şəxs həmin minbərdə oturar, ta Allah Taala bütün insanların əməllərinə haqq hesaba çəkənə kimi. Deməli, bu rəvayətə əsasən günahların bağışlanması və hesab-kitab günü aramlıq və rahatlıq İmam Rıza əleyhissalamın ziyarətinin faydalarındandır. Başqa bir hədisdə vurğulanıb ki, hər kəs İmam Rıza əleyhissalamı, onun haqqını, onu tanıyaraq ziyarət etsə, 70 şəhidin savabına nail olar. Həmzət ibn Humran İmam Sadiq əleyhissalamdan belə nəql edir ki, hər kəs mənim nəvəmi Tus şəhərində, Xorasanda onun haqqını tanıyaraq ziyarət eləsə, 70 şəhidin əcrini əldə eləyər. O şəhidlər ki, Peyğəmbər Əkrəmin yanında dəfn olunublar. Həmin şəxsə onların əcrinin savabı verilər. Ravi deyir ki, İmam Sadiq əleyhissalamdan soruşdum ki, onun haqqını tanımağın mənası nədir? Bu kəlmə bir çox hədislərdə vurğulanıb ki, imamın haqqını tanıyaraq, xüsusilə İmam Rıza əleyhissalam barədə bu ifadə çox işlənib, haqqını tanıyaraq onu ziyarət etmək. Ravi soruşur, İmam Sadiq əleyhissalam cavabında buyurur ki, bilə ki, o itaəti vacib olan imamdır, qəribdir və şəhiddir. Haqqını tanımaqdan məqsəd budur. Başqa bir hədisdə vurğulanır ki, İmam Rıza əleyhissalamı ziyarət edənə o qədər savab verilər ki, insanın təsəvvüründən də genişdir. Bir hədisdə var, mən məzmununu qısa olaraq qeyd edeyim. Hər kəs, İmam Rıza əleyhissalam özü buyurur, hər kəs məni qürbətimdə ziyarət eləsə, 100 min şəhidin, 100 min siddiqin, 100 min hacının, 100 min ümrə yerinə yetirənin, 100 min mücahidin savabı verilər və behiştin ali dərəcələrində bizlə dost olaraq məşhur olar. Belə üstün mükafatları qeyd olunub hədislərdə İmam Rıza əleyhissalamın ziyarəti üçün və qeyd elədiyimiz kimi bu ziyarət bu formada olmalıdır. Bundan öncəki hədisdə qeyd elədiyimiz kimi onların haqqını tanıyaraq olmalıdır bu ziyarət. Başqa bir bu imtiyaz və İmam Rıza əleyhissalamın ziyarətinin başqa bir faydası budur ki, Əli ibn Məhziyar nəql edir ki, İmam Cavad əleyhissalamdan soruşdum ki, sizin atanızın ziyarətinin savabı nədir? O həzrət buyurdu ki, cənnətdir. Və Şeyh Abdüləzim Həsənidən də nəql olunur ki, o həzrət buyurur ki, İmam Rıza əleyhissalamı hər kəs ziyarət eləsə, Allah onun bədənini cəhənnəmə haram eləyər. Cəhənnəm atəşindən amanda olmaq. Və sonuncu bu məsələni də, bu hədisi də qeyd edeyim, sözümü yekunlaşdırıram. Başqa bir hədisdə vurğulanıb ki, İmam Rıza əleyhissalam onu ziyarət edənləri 3 yerdə ziyarət eləyər. Baxın, bizim hər birimizin qiyamət günü ən əsas 3 səhnədə nigarançılığımız var. Onlardan biri əməllər ölçülən zamandır. Biri Sirat körpüsündən keçən zamandır və bir də əməl dəftərimiz sağ ya sol əlimizə verilən zamandır.
İmam Rıza əleyhissalam buyurur ki, o həmin o çətin anlarda məni ziyarət eləyəni, mən də həmin o çətin anlarda ziyarət eləyərəm və ona şəfaət eləyərəm. Bu həmin qeyd elədiyim insanın nigarançılığı olan yerlərdə İmam Rıza əleyhissalam vədə verib ki, ziyarətçimi həmin o yerlərdə mən də ziyarət eləyərəm. Birincisi, əməl dəftəri insana verilən zaman, Sirat körpüsündən keçən zaman və əməllər ölçülən zaman. Son olaraq bunu qeyd edeyim ki, İmam Rıza əleyhissalamın ziyarətinin bir faydası da o həzrətin şəfaəti və məsumların şəfaəti nəql olunub. İlk şəxsdən son şəxsə kimi Peyğəmbər və onun əhl-i beytinin şəfaətinə ehtiyacı var. Hər bir şəxsin, hər birimizin şəfaətə ehtiyacımız var və İmam Rıza əleyhissalamın ziyarətinin bir imtiyazı, bir mükafatı da bu şəfaətə nail olmaqdır. Belə faydaları və belə imtiyazları olduğu üçün həmişə düşmənlər həm düşüncə baxımından, etiqadi baxımından, hətta əməli olaraq bu kimi işlərin, ziyarətin qarşısını almağa çalışıblar. Bu məsələdə o qədər faydalar var. Düşmənlər həmişə çalışıblar bu məsələ ilə mübarizə aparsınlar. Müxtəlif şübhələr yaratmaqla istəyiblər bu insanlığa və Allah övliyalarıyla bağlılıq yaradan bu rabitəni, bu ziyarətlə düşmənçilik eləsinlər və bunun qarşısını alsınlar. Allah inşallah hər birimizə bu dünyada Əhl-i Beytin ziyarətini və qiyamət günü şəfaətlərini nəsib eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.